arı südü kremi üzdə olan civzələri təmizləmək üçün, qırışları təmizləmək üçün, eyni zamanda dərini gözəlləşdirir, ləkələri təmizləyir, xüsusilə gənclik civzələrini və yaşlı adamlara qırışları qaydasına salır. Başqa bir məlhəmimiz bizim migren ağrılarını aradan götürmək üçündür. O da migren ağrılarını aradan götürür və beyin qan dövranını yaxşılaşdırır. Digər yerlərdə olan ağrılara da istifadə etmək olar təbii ki. Yenə də bir məlhəmimiz bizim sədəf xəstəliyi üçün, yəni pullu dəmruf həm kəpəyi tökür, yaranı sağaldır, qaşınmanı aradan qaldırır. Başqa bir məcunumuz qanı artırır, qaraciyər təmizləyir, prostat vəzinin fəaliyyətini normallaşdırır, cinsi gücü artırır. Digər məlhəmimiz yenə də həm üzdə olan ləkələri təmizləyir, bədəndə olan yaraları, üzdə olan yaraları bərpa edir, üz dərisində olan qırışları düzəldir. Bir digər məlhəmimiz bizim damar xəstəliklərində çox gözəl effekt verir. Varikoz damar xəstəliyində qan dövranını yaxşılaşdırır, keçiriciliyi yaxşılaşdırır, ağrıları aradan götürür. Digər bir məlhəmimiz də oynaq xəstəliklərində çox gözəl effekt verir. Artrit, artroz, sinir sıxılması, yırtıq, revmatizm və digər ağrılarda çox gözəl effekt verir.